Doğrudan da böyük bir eranın başlanğıcı oldu bizim üçün. Modulların sonunda tort kəsdiyimiz, tort yediyimiz. Geyinin, keçinin, gəlin. Bugün Bakı Dizayn Akademiyasında məzun olduğum üçün çox sevincliyəm. Kurs müddətində çox yaxşı müəllimlər qazandım və eyni zamanda yeni dostlarla tanış oldum. İlk təəssüratlarım olduqca həyəcanlıdır. Çünki həm peşəkar müəlliflər, həm də müəllimlər qarşısına çıxış etmək olduqca həyəcanlı və gərgin hisslərdir. Bugün məzun günüm idi. Çox həyəcanlıydım, çox stressliydim. Yəni toxunsalar ağlayacaqdım, amma sonunun belə qurtaracağını heç düşünməzdim. Çox yaxşı keçdi. İdarəyə də təşəkkür edirəm. Eyni zamanda bütün müəllimlərimizə təşəkkür edirəm. Sabir müəllimə, Ülfan müəllimə, Anar müəllimə və Yusif müəllimə. Kontent hissəsində tamamilə fərqli aspektlərdən etdiyimiz müzakirələr, həmçinin rəqəmsal dünyanın tanımadığım bir çox metriklər öyrənməyim, həmçinin maraqlı кейslərə şahid olmağım mənim üçün həqiqətən tədris boyu unudulmaz bir an oldu. Təbii ki, ən sevdiyim günlər modulların sonunda tort kəsdiyimiz, tort yediyimiz, hamının deyib güldüyü günlər. Çox sevirdim o günləri. Ən əsası başlamaq və çalışdığımız sahə ürəkdən həvəs göstərməkdir. Daim trendləri izləmək və daim praktik etmək lazımdır. Namizədlərə məsləhətim odur ki, heç qorxmasınlar. Çünki mən də metriklərdən, rəqəmlərdən və bu tip şeylərdən qorxurdum. Ona görə özümü heç yoxlamamışdım bu sahədə. Nə yaxşı ki, yoxladım. Hər birinə demək istəyirəm ki, doğrudan da geyinin, keçinin, gəlin. Çox maraqlıdır burada. Mühit maraqlıdır, müəllimlər maraqlıdır, dərslər maraqlıdır və özünüzü yoxlamağa dəyər. Bu sahəyə mütləq gəlin.